Bölgesel arıqlama məsələsi var. Neynim qarnım arıqlasın? Əhməd bəy, ilk öncə onu deyim ki, ən çətin məsələ ilk addımı atmaqdır. İlk addımı atandan sonra artıq davamlı olaraq ardı gəlir. Şəxs tutaq ki, 2 həftə ərzində bir 2 kilo atdısa, artıq onda motivasiya yaranır ki, bu diyeti axıra qədər çatdırsın. Düzdür, bəzən elə hallar olur ki, 100 kiloqrama artıq çəkidə pasiyentlər də olur. Mən bildirirəm ki, belə olan hallarda ya bariatrik cərrahiyyə ya da mədə balonuna göstərişdir. Amma şəxs deyir ki, yox, mən istəmirəm əməliyyat, istəyirəm ki, diyetlə arıqlayım. Belə olan halda düzdür, vaxt itkisi uzun olur, amma onu da deyim ki, müəyyən bir nəticəyə də gəlib çıxa bilirik. Sadəcə burada pasiyentin biraz iradəsi də mühüm rol oynayır ki, tez bir zamanda diyetdən vazgeçməsin. Bəzən elə hallar olur ki, biz tutaq ki, diyetin 4-cü və yaxud 5-ci ayındayıq, plato dövrünə giririk. Pasiyent bəzən bir ayda belə 1 kiloqram çəki ata bilmir. Amma elə pasiyentlərim olub ki, buna rağmen Davam eləyiblər. Bəli, davam eləyiblər və nəticələri də çox yaxşı olub.